Rus alimleri bugün Ukraynaya ne yazıp? Ukraynlara uçici istoriyu. Deməli, nə demək istəyirlər? Oxuyun tarixinizi Ukrayna. Yəni sizin hansı şəhəriniz Ukrayna şəhəridir. Bütün şəhərləriniz, ölkəniz Macarlarındır, Rumunlarındır, Polyaklarındır, Balqarlarındır. Yəni siz Ukraynanın torpağı yoxdur. Görün, qalan da Donetsk nədir? Krımdır, Ruslarındır. Yəni sizin torpağınız yoxdur, ay Ukrayna. Siz gedin yaxşı oxuyun. Bunu bir verişlə, deməli buna yaxşı baxın, bu videoya izləyə bilərsiniz. İndi bu səfihlərə, bax bu səfihlərə deməli istəyirəm deyəm. Bax bu xanımı görürsünüz. Birinci mən bu Putin istərdim deyəm. Bu Putinə yadına salmaq istəyirəm bəzi şeyləri. Putin bilsin. Deməli, Ruslar özlərinə sual verməkdən, özlərinə təklif eləməkdən, özlərinə məsləhət görməkdən ki, biz kimin torpağında yaşayırıq, gedib Ukraynlara ilişir. Türk'ün torpağında oturub Rus və Türk Moskvanı tikən Rus, Türk Ruslar üçün Moskvanı tikib, Leningrad şəhəri, Peterburg, Sankt-Peterburg şəhərini tikib Rustringemdən gələnlər, Almanlar 300 il qabaq öncə Pyotr İsveç alimlərinə xahiş edib ki, bizə bir tarix yazın. Onlar da maşallah götürürlər İsveç. Deyir ki, görəsən Pyotr'a Ruslara bu nə tarix yazaq, nə nağıl yazaq ki, Pyotr'a xoş gəlsin. Bunlar götürürlər Poltava, nə bilim, Tribalgateriya, Aleksandr Nevski, Grozny. Belə nağıllar uydurub yazırlar. Pyotr da bəli, bəyənir. Və Stalin zaman gəlir, onları, o tarixi nağılları götürüb başqa xalqlara yazır. Bax belə. Deməli, Türk'ün torpağında yaşayır. Bu Rus, Ukraynaya İraq tutur. Almanın tikdiyi torpaqda yaşayır. Almanlar, kralları Almanlar olur. Fransız, İngiliz olur. Kralları. Yekaterina da özünüz yaxşı bilirsiniz o xanımı. Xanım demək olarlar. Yəni bu alçaqlar özləri heç nələr yoxdur. Bunlar hamısı deməli o meşələrdə meşə adamları olur. O Papuas kimi bir xalq olublar da. Papuas kimi bir xalq. Bunlar o Rustringemdən, Almaniyanın şəhərindən Rustringemlər əsas gəliblər. Rustringem şəhərindən gəliblər. Tikib yaradırmışlar Peterburgu. Və soruşurmuşlar da, necə biz soruşuq, hardansan, Gəncədənəm, hardansan, Naxçıvanlıyam, İrəvanlı, Bakılıyam, Lənkəranlıyam. Hə, qardaş, bizim elli. Elə Lənkəran, Qubasa, belə demirik birimizə. Onlar da deyib, hardansan, Rustringem. Rustringemdənsən, Rustringem. O vəhşilər, o töküntülər, o Stepnoydi, Stepnoy narod. Papuas olublar, Papuas saqqalları buradan. O Pyotr tutub saqqallarını ki qırxır, elə belə qırxmır, kəsir. Və atlarına vəhşi qoyub, животные. Deyir, ay heyvanlar, bura gəl, saqqalınızı qırxın. O adı götürüblər, Ruso deyəndən bunlara Rus. Bunlar da işləyirmişlər onlarla. Və Ruslaşıblar, Rus milləti yaranıb. Bildiniz? Bunu alimlərə, Ruslara da başa salın. Я еще на русском тоже говорю, что откуда взялась русская нация. А то русские. Рустрингемцы, это во-первых строили. Во-вторых, это нация степная, которая в лесу, в лесах ходили бороды до колен, которую Петр bril эти borodu и назвал животные. Ona göre heyvan deyib da. Anasıyla yatır, başısıyla yatırdı. Bax biraz. Belə heyvan adı qoymayıb. Pyotr, qardaş, bax bu kral özü də Türk.
Alman, fransız köklərindəndir. İndi bu xanım, bu yetimçə, bunun Xarici İşlər Nazirliyində adam qalmayıb. Bunu bağışlayın mənə də, yatıb. Adam qalmayıb Xarici İşlərdə. Buna deyirlər Midovskaya Şalava, Klitschko Midovskaya Şalava, Mariya Zakharova. Yani говорят, МИД ее называют Midovskaya Şalava, что весь МИД спал с ней. Hamısı, ay kişi görün, bu adam durub Ukraynalara nə deyir? Bu, hansı ki uşağı, nə bilim, anası kimdən olubdur? Heyvandan olanlardılar ha. Bir-birinin anasını, başını zorlayanlar gəlib Ukraynaya nə desə yaxşı, Zelenskiyə. Ay Zelenski, deməli sən o xalqı niyə aparıb ət maşınına atırsan da? Yazığın gəlsin. Sonra nə deyir? Deyir, yox, o yazığı gələ bilər. Uşaq vaxtdan Zelenskinin ən sevimli, deməli, oyuncağı ət maşını olur. Qardaş, ət maşını oyuncağına hansı uşaq oynada bilər? Mən manyakı da demirəm, manyaklar da versən oynatmaz uşaq vaxtı. Bu, uşaq vaxtı, deməli, oyuncaqlardan seçib ət maşını oyuncağını və böyüyüb. İndi o manyak olub da, yəni ət maşından indi gör. O ət maşınla oynatsa da, ət maşını nədir? Uşaq götürüb onu atır da. Bu necə sevib ki, indi Ukrayna xalqını aparır ət maşınından buraxır. Görün nə deyir? Это шалава, что ведет мясорубку, украинский народ ведет мясорубку, бросает мясорубку украинский народ. Вот этот Midovskaya Şalava, значит, Mariya Zakharova. Bilirsiniz də, Mariya Zakharovadır. Yəni, daha istəmirəm deyəm ki, əxlaqsız bütün demək, Xarici İşlər Nazirliyi bu əxlaqsızla yatıblar. Qardaş, bütün demək, bunu istifadə ediblər. Bu, gəlib kimə irad tutur? Azərbaycana irad tutur, nə bilim, Orta Asiya irad tutur. Ukraynaya deyir, gedin adam olun, nə bilim. Bu da yaxşı danışır, xoşuma gəlir bunu danışmaq. Böyle maraqlı danışır, şirin danışır. Ukraynanın aparıcıdır, deməli, xəbərlər verir, yaxşı xəbərlər verir. Özü də ki, doğrudan da belə də, nə deyim, valla, mən heç nə demirəm, çox maraqlı adamdır. Adam elə eşidir, mən bunu həvəslə eşidirəm. Hərdən gülməli danışır, düzünü deyir. Yaxşı, bu da belə, deyirsiniz ki, sonra. Burada maraqlı bir şey var idi, tapsaydım onu. Yəqin ki, tapa bu qədər. Hansını mən qulağı şey edə bilərəm, çatdırmıram ki. Yaxşı, bu qədər hələ var.